Mənim üçün dəhşətli bir şeydir ki, həyat yoldaşından bir işdə işləyəsən. Səbinə ilə sən bir işdə işləyirsiniz. Evdə də işi danışırsınız, işdə də iş danışılır. Onu mən çalışıram evdə eləməyim, amma edirsən? Səbinə eləyir. Səbinə eləyir. Səbinə eləyir, çünki evdə işdən danışmağı mən sevmirəm. Çünki ev adamın ruhunun dincəldiyi yerdir də. Yəni, axı mən onsuz da evdə də işləyirəm içimdə. Bayaqdan bəri sənə göstərdiklərim hamısını telefonda baxarsan ki, mən evdə hətta yemək yeyəndə də işləyirəm. Üstəlik də əlavə suallar olanda, bax o bayaq dediyimiz bir məqam var ha, işdən yorulmaq. Evdə o söhbət çıxanda ortalığa mən hiss edirəm ki, yoruluram. Bax o, amma şükür Allaha ki, getdikcə azalır. Çünki Səbinə artıq özü çox yaxşı menecer olub, çox yaxşı idarə eləyir. Kifayət qədər güclü təşkilatçı oldu. Sən öyrətdin, istedadlıydı. Şərait öyrətdi yəqin. Özündə də var idi. O INS məktəbi keçmiş adamlardan biridir, işgüzardı. Çox ciddi idi. Həmişə ciddidir. Ciddidir və bu mənada bu günləri şirkətdə çox mühüm vəzifələr yerinə yetirir. Bu mənada mən bir baş direktor olaraq baş redaktorumdan razıyam. Güclüdür, hə? Məncə güclüdür də. Bəs Mən deyirlər həyat ki, yoldaşım olmaq da güc tələb edir. o da güc tələb eləyir, menecerlik də güc tələb eləyir. Hamı sayına çiyin-çiyinə gedə bilməzdi. Amma o gedir də. Gedir, hə. Gedir. Belədir də. Görünür, bu xüsusi bir missiyadır. Ona elə gəlib o missiya.